حکایت کنیزک و پادشاه başladı. Bir miktar beytlerinden okundu. Ama ben o beytleri idame vermemişten kitaba bir iki tane suallar ki çeşmiş cəlsədə aziz dostlar tərbilədilər. Onları aydınlaşdırmaq üçün və açıqlamaq üçün bir miqdar istəyirəm ona mən varid olum. Sual-i nəzəri Səlcuqilərin barəsində tərh eləmişdi və mən bir müxtəsər ona keçmiş cəlsədə cavab verdim. Cəlsə bir miqdar onu təşkillədirəm. O da budur ki, Səlcuqilər İranda bir dövrədə bir qüdrətə yetişirlər ki, در حقیقت bunlar hər məntəqədə özlərinə bir dənə به صورت ملوک و təvaifi padişah olurlar. Məsələn, Kermanın özündə bir dənə Şah Səlcuq olur, İsfahan özündə bir dənə olur və Asiyay Rum'da da ya Rum və Türkiyə در واقع orada bir dənə padişah Səlcuqi yerləşir. Mevlana'nı Səlcuqiyan Rumi dəvət edirlər. Özünü yox da, atasını در واقع Əlaüddin Keykubat dəvət edir. Bu Səlcuqilərin, Rumi Səlcuqilərin müəssisləri şəxsi bir namı Süleyman olur və Mevlana'nın atası Bəhaüddin Vələhdi bunu dəvət edirlər, gəlir orada və çox da ikramdan bərxordar olur. Əlaüddin Keykubatın bir dənə də vəziri olur ki, Moinuddin Pərvanə burada çox bu xanvadiyə ehtiram qoyur. Səlcuqilər məcmuda bir taife olurlar ki, ədəbiyyata, irfana, onlara təvəccühlər olur. Ələrəğm ki, tarixdə bir həməlati olur, əleyhə Qəznəviyan, Səlcuqiyan, Teymuriyan, ki, bunlar bizim ədəbiyyatımızı dala salıblar. Bəli, mən istəyirəm burada deyəm ki, dəstəkəm Səlcuqilər barəsində bu ittifaq düşür. Şəxsiyyətləri isə İmam Fəxr Razi, İmam Muhammed Qəzzali, Şeyx Şəhabuddin Suhəvərdi, İmamul Hərəmeyn Cüveyni, bunlar o şəxsiyyətlərdir ki, böyük şəxsiyyətlər olublar və dövrən-i Səlcuqidə həm ehtiramdan bərxordar olublar və həm o dövrədə böyüyüblər və yeşərliklər və əsərlər bizə yazıblar. Şairlərin içində Ənvəridir, Xaqanidir, Nizamidir. Bəzi yazıcılar içində Əbulfəzl Beyhəqidir, Xacə Abdullah Ənsaridir, Nasir Xosrov Qobadiyanidir, Ömər Xəyyamdır, Sənavidir. Bunlar hamısı mütəlliq به دوره سلجوقیان‌dırlar. Və bunları siz həttəmən məndən yaxşılar tanıyırsınız ki, تش با کارش من خودم جزء بزرگان ədəbiyyatdırlar. Söhbətlərimizdə işarə elədik ki, Mevlana bir cayqahdaydı ki, hakimiyyət bundan müşavirə istəyirdi və nəzər alındı ki, sən filan şəxsi biz standart göndərək ya vali göndərək, sizin nəzərinizdə nədir? Bəzi yerdə Mevlana müxalifətçi deyildi ki, mən onun bir qəzəlini tapmışam ki, bir beytini burada oxuram ki, xitab به o valiydi ki, Mevlana ona deyir ki, filan yerə ustandar ya fərmandar getmədin. Sən ora getsən, ittifaqlar mümkün sənin başına gələr. Nə گفتم من آنجا که مبتلات کنند که سخت دست درازند بسته پات کنند. Çox qoruzundurlar da, qoruzcuysan bağlayarlar. Mən sənə dedim çəkim olur. Bir dənə böyük qəzəl inşallah özünüzdə müraciə edərsiniz və ona baxarsınız. İşarə bir o şəxsidir ki, Mevlana deyir, getmora və o gedir və ittifaqlarla oyuna gəlib ona başlayır. Şəmsin barəsində də məndən bir sual olmuşdu ki, aya Şəms müstəqimən bir dənə ustadın təsirində olubdur. Yox, təqribən müvərrixlər nəzərimizdir ki, Şəms belə bir şəxsiyyət olmayıbdır ki, bir dənə ustadın əlinin altına keçsin. Yəni,
بیپara şəxsiyyətlərdən əsər götürdük. Mən cümlə Fəxr Razili, Muhyiddin Ərəbi, bunlardan Şəms-i Təbrizi əsər götürdük. Mən lazımdır ki, bu توضیحات تشکیل دادم و وارد olan ادامه داستان کنیزک و پادشاه. خاطیزده اونها biz buraya yetiştik ki terk istisna مرادم قسوتیست می همی گفتن که عارض حالتیست ای بسا یا ای بسی ناورده استثنا بگفت جان او با جان استثناست جفت. buradan başlayacağız ki her çekerdند از علاج و از دوا گشت رنج افزون و حاجت ناروا. چون در واقع bizim جلسemize iki nəfər təzə qonaq şəriflər, mən onlar üçün də lazımdır ki, bu tövziyi verəm ki, Məsnevi sərasər در قالب قصه و حکایت بیان olur. اولین حکایتی در که مولانا شرح احوال موضوع bilir. داستان کنیزک و پادشاه که پادشاهی عاشق bir کنیزک olur və onu gətirir dərbara. O کنیزک məruz olur. Təbibləri padişah yığır ki, buna yetişin. Təbiblər deyirlər ki, hər yeki از ما مسیح عالمیست هر علم را در کف ما مرهمیست. Hər biri deyir ki, bizim özümüz bir Məsih, bu کنیزکimiz diridəcək. ولی demirlər ki, əgər Xuda bixahət, inşallah, Allah istəsə biz bu işi görəcək. Moulana burada bu zərif nöqtəsini varid edir ki, həman bu təfəkkür əşarədir ki, aləmdə hər nə ittifaq düşür, hətmən bir mədəd və bir səbəb müstəqim Xudavənd ittifaq düşür. Və در حقیقت مولوی ضد علویتdir. افعال الله لا یتعلل همون بشه اشاره buna etiqadlar var və Moulana'nın da bu etiqadı var. Ona görə burada hekayəti idamə verir ki, hər çəkərdən dəz ilac و از دوا ilac həman müalicədir. Məsələr دوم باب مفاعلتdir və dərman hər nə qədər bunu istədilər dərman edəyələr گشت رنج افزون و حاجت ناروا. Bunun dərdi get-bəcət çoxaldı və o hacətə də bu heç vaxt yetişmədi. İlacı hafız da şərrəndişlədir. İlacı zəif dilma və ləb həvalət kün. Bizim ürəyimizin zəifliyini dərman eləməyini sən öz dodaqlarına həvalət vercinə. Ki, hafızın qəzəllərində gəlir. آن کنیزک از مرض چون مو شد چشم شه از اشک خون چون جوی شد. چون مو شدن یعنی این bunun bədəni eyni bir pükə kimidir. Çox arıqladı. Kinayə az arıqlamaq və nazik olmaqdır. Əşk xun da در واقع əşk xunaluddur. Əşk xunindir. Ki o məriz kənizək get-bəcət arıqlayırdı və padişah da ona ağlayırdı və onun gözlərindən qan kimi gözyaşı tökülürdü. از قضا سرکنگبین صفرا نمود روغن بادام خشکی می نمود. سرکنگبین یا اکسیمن در حقیقت bir növ şərbətdir da ki, məmulən biz özlərimiz də istifadə edərək ki, sirkə ilə şəkəri ya sirkə ilə balı qatarlar və qeynədərlər və işlədərlər. Bu xasiyyəti dərmanısı olubdur ki, bədəndə səfranı dəf eləmək üçün. Səfra da bir dənə o xeytəhay çağırqanı bədəndir. Səfra qalxanda şəxs elə bir cızıqdan çıxaldır, bunu əsəbaniyyət gəlir. Səhl Covzani را صفرا بود تاریخ بیهقده یعنی هستنده و پرخاش elədi bu mənim. Hər çون ağram ediyələr deyirlər ki, Sekəncəbin buna yaxçıdır. Səfraya da ki biz işarə elədik. Az qəza Sekəncəbin səfra olur. Sekəncəbin ki səfranı yenilməkdən ötürüydü, gəldi nəticəyə əksdir. Səfranı burada qalxızdı.
روغن بادام خشکی می‌فزود. روغن بادام یا بشه در حقیقت مسهل بود، بدن روان‌ناشترا بشه شخص راحت‌تر بدن نشلره 10% دچار یبوست olmasın. Bu yağ ondan ötürü işlenir. Bu yağı cəhdlər verdilər buna, bu da nəticəyə əksdir. Xoşki nüfuzu. از حلیله قبض شد اطلاق رفت آب آتش را مدد شد همچو نفت. حلیله də bir növ meyvə bir ağacın bir xası bir meyvələrindəndir ki deyirlər bunun sarı rəngində ya qərə rəngində bədəni çox təqviyyət edər. Məxsusən az nəzəri qarın qəbuldə həlilə çox yaxşıdır. Qəbz də به معنای tutulmaq və گرفتگی رودرین دور olmağı mənası qəbzdir. از حلیله قبض شد. حلیله‌ای که در حقیقت gəlirdi ki bunun köməkli eləsin rahatlar bu eşiyə getsin, bu nəticəyə əksdir. Yəni o rudələrini sıxdı və اطلاق رفت. اطلاق da به معنای رها شدن، روانی شکن bu mənada. O da aradan getdi. آب آتش را مدد شد همچو نفت. وقتی که o qalxırdı, biz sudan köməkli alırdıq ki bu odu söndürər. Bu su gəldi, bu oda köməkli elədi ki bu od get çoxaldı. مولانا bu misallarla istəyir desin ki bu درمانهای بشری که استفاده olunurdu چون اراده خداوند buna تعلق tapmadı tamam bu dərdlər çoxaldı və nəticəsi məhbus oldu bu خانمda. ظاهر شدن عجز حکیمان از معالجه کنیزک بر پادشاه و روی آوردن پادشاه به درگاه خداوند و خواب دیدن شاه ولی را. Bu nağılın bir qismətidir ki, burada gətirir ki, bəli, vaxtı ki, padişah gördü ki, bu təbiban bəşəri buna heç bir iş görənmədilər, təsmin tutdu ki, getsin, müstəqimən Allah'ın irtibat qoysun ki, oradan bir nəticələri alsın. شخص و عز آن حکیمان را بدید تا برهنه جانب مسجد دوید. عز یا عز به معنای هم ناتوانه دیدم. وقتی که padişah bunların bu natavanısını gördü, ayaklarını qaçır məscidə sarı rəft در مسجد روی محراب شد سجدگاه از اشک شه پرآب شد. Məscidə sarı gedir. Kələmə-i məscid bəziləri mütəqiddir ki, bu kələmə farsıdır və farsıdan müntəqil olubdur, gedib ərəbiyə sarı. Əsl kələmə məskət bundan olubdur və oradan gedib ərəbiyə və ərəblər sonradan bunu düzəldiblər, ismi məkan, جایی که orada səcdə olunur və elə burada bir dənə Mevlana'nın qəşəng bir nüktəsi var. O da budur ki, deyir ki, insanşinası nüktəsidir və bu insanın xasiyyətidir. İnsan vaxtı ki, zindəcanlığında xoşluqdadır, fərəhdədir, genişlikdədir, heç vaxt mavara o təbiyyə və metafizik bunun yadına düşür. Amma o zaman ki, insan gəlib bir dənə xətərlə üzbəüz olanda 100 yerə mütəvəssil olur. Qədəmgahlardır, neyidiləm, ziyarətgahlardır. Bundan hamısına get-bəcət mütəvəssil olur. Bu haman bizim Qur'anda da gəlir. Ənkəbut surəsində ki, siz onu hətmən eşidirsiniz. فَاِذَا رَكَبُوا فِي الْفُلْكِ
Vaqti ki bunlar keşfiye bunlar دعوا الله مخلصین له الدین Allah'ı çok halisane o keşfide yad edirlər. فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ Vaqti ki Allah bunları o keşfiden necat verir ve bunlar boğulmurlar, eden hum yoşurdur. Başlayırlar ki Allah'a özləri zindəcanlıqda müxtəlif şərik yaratmaqlarından və öz işlərini vücud idamə verir. رفت در مسجد سوی محراب شد سجدگاه از اشک شب پرآب شد. اشک شب در واقع burada به نوعی ağlamaq da. Bizim ağlamaq irfanımızda çox mənisi vardır. Yəni bir dənə bərəkatı ki az nəzər mənایی və şəxsə edənlər aid olsun ağlamaqdan istifadə şurlar. Mevlana bunu neçə yerdə məsələdə gətirir. Hətta o hər buna caygah verir ki, bəzi insanlar bu ağlamağı gərək hər yerdə xəşlənmir. Məsələn, o bir nağıl var, eşidirsiniz ki, ansədiyinin orada geriyanın ərəb bər sərəş əşkini david az kərəb yəni it ölürdü bir ərəbdi, onun sahibidir, oturmuşdu, onun başında ağlayırdı. Bir şəxs oradan keçdi, buna deyir ki, dərdəş çiz, zəxmi xord است گفت جوال کلب زارش کرده است. Onun dərdinə mənə deyir, bu it acından ölür, mən də oturmuşam bunun başının üstündə, buna ağlıram. Deyir ki, axı o kilsəyi ki, kürəyimdə aparsan, o nə mənədir? Deyir ki, o çörək də mənə aparam, yeməli də aparam. Və itə niyə verirsən, yesin? Səq را چون ندادی نامزاد گفت تا این حد نداریم ادعا. Biz belə itlə با هم biz burada yoldaş dərsən, fikir məsələn ki, دست ناید دیگرم در راه نان لیک آب دو دیده هست رایگان. Müxtəsinə mən bu itə gətirib görək vermənəm. Vəli bu it nə qədər göğün istəsə mən bunu ağlayacam, gözünü yaşını dökəcəm, ta o bilsin ki, mən buna yüzəyəm. Burada Mevlana deyir ki, bu xalqət bər sərət, ey torbağı, mən ki, ləbindən پیش تو بهتر ز اشک. Sən kül olsun başına ki, sən ağlamağı gətirib itə xəşliysən. Ağlamağı adam məhbuba və məhbuda tökər onun qabağına və ondan bir bərəkati alar. Sən yolu əvəz edirsən. Burada şah yolu düz gedir və gedir məscidə, orada ziyarət, در واقع ibadətə və ağlamağa. Bir dənə rivayət sufiyanə gəlibdir. Bu rivayət sufiyanə bütündür ki, gənə ola bilər ki, siz bunu eşitmiş olasınız. Bunu Əbu Səid Əbulxeyr də bir növ şeirlərdə çəkir təsvirə. Ənə indəl münkəsirəti qulubuhum. Bir dənə rivayətdir ki, Allahdan orafa nəql edir. Mən o yerdəyəm ki, sınıq ürəklər var orada. Bunu orafa nəql edir. Hər yerdə ki, bir ürəyi sınsa, orafa deyir ki, Allahın orada huzuru vardır. Və bu ağlamaq در həqiqət və növli ürəyin sınmasını göstərməkdir. Mihrab da şəhəman cəmi məharibdir və به معنای bir dənə otağın baş tərəfi, bir dənə məclisin baş tərəfi به معنای mihrab. چون به خویش آمد ز غرقاب فنا خوش زبان بگشاد در مجلسم. غرقاب فنا، fenanın qabağında bəqadır. Fəna yəni məhv olmaq və aradan getmək. İstilah irfanıda budur ki, şəxs özündən xəbəri yoxdur. Bir halətə yetişir ki, özündən xəbəri yoxdur. Biz در həqiqət əhval Mevlana əleyhissalamda oxuruq ki, vaxtı ki, gənclərdə bu tir yeyildi, ox dəyirdi bunun qıçına ya qoluna. Çünki Nəhşü Bəlağada baxsaz, özü deyir ki, mən Cəngi Uğudda deyir ki, mən neçə dənə yara götdüm, ta Peyğəmbəri qoradım, mən çıxartdım işləsin. Buradan mən çıxartdım işləsin. Ona görə ola bilməzdi ki, basən, yaralanmasın və ox dəyməsin. Uşaqları və əhl-i beyti deyirdi ki, müntəzir olun ki, bu gəlsin ibadətə və sitayişə, Allahla götürəcəkdir danışığa, onda da haləti fənaya keçir. Özündən xəbər yoxdur. Onda biz oxu bu içindən çəkəcək. Yəni də bədən özünündəyir. Bu əhval vaxtı ki, biz o həzrətdə eşitmişik, orafa da özlərini çatdırırdılar və surəti ixtiyarı bu halətə ki, özlərindən xəbərlər olmasın. O bəşəriyyət sıfatı ki, insanda ola bilərdi, bunları həqiqət özlərindən nəf edirdilər və sabit elətdirirlər.
غرقاب فنا برده اینو تشکیش داد. فنایی که به صورت غرقابه ده. یعنی بکنه در این گودال در این بیستو بشید بودن پادشاه ازل اویانده و جلدوسته خوش زبان بگشاد در مدح و ثنا. دا başladışı Allah'ın danışmağı ve sohbeti. Ki kemine bəxşişət mülk cihan. من چه گویم چون تو میدانی نهان. کمینه به معنای آزاراخ çok az. Bundan o Mevlana'nın gene münacatnamelerinde o güzel beytleridir ki samimane Allah'la danışır. Buna deyir ki ey şeyh senin aztərin bağışın bu dünyada kulli bu aləm. Mən sana nə deyəcəm? Vaxtı sən hər şeyi bilirsən. Amma bu tərəfdən şun buna bizim Qur'anda 2 dənə təbir paradoksikal işlətmirəm. Deyirəm 2 səth var. Bir səth Qur'anda gəlibdir ki, bəli, Allah buyurur Surə-i Ğafirdə ki, ya'ləmu xainətəl əyun və ma tuxfi sudur. Gözlərin içərisində nə gizlənib biz onu da bilirik. Sinələrin içində də hər nə var biz onu bilirik. Pəs onda siz Allah'tan soruşa bilərsiniz ki, əgər sən hər şeyi bizim içərimizdə bilirsən, lazım der ki, biz sənə dua eləyək. Sən özün bilirsən də, bunlar uzun boy yerinə də o işlər aləmdə. Vəli o birisi tərəfdən bir ayə-i gəlib, deyir ki, ud'uni əstəcib ləkum. Siz vəli məni çağırın. Siz məni çağırın və ucadan çağırın ki, mən eləyə bilim sizə icabət edin. Mən istəyirəm deyəm ki, bu 2 ayənin arasında tənaquz yoxdur. Əgər xatirinizdə olmuş olsa, çün mən demişəm sizə ki, Qur'anın neçə layəsi var və neçə bətni vardır. Siz onların layəbəndikləri Qur'anı da istifadə etməlisiniz. Müxatəbləri müxtəlifdir. Bəzilər dərin olacaq, gecə o ayəni götürəcək. Bəzilər dayaz olacaq ki, o birisi ayəni Qur'andan seçəcək. ای همیشه حاجت ما را پناه بار دیگر ما غلط کردیم راه. حاجت به معنای احتیاج بوده، نیاز و ضرورت و نیاز. پناه باشه همان پناهگاه بود، معنی çok çətinlər idi. Biz gene yolu azdıq. Mən gene getməyəcəkdim o təbiban bəşərin üstünə. Mən elə müstəqim gələcəkdim sənin üstə. Amma sən mənim niyazıma pənahsan da. Sən mənim dərdimə ağahsan da. Sən mənim səsimə sən çatacaqsan. İlk گفتی گرچه میدانم سرت زود هم پیدا کنش بر ظاهرت. و همانه چه biz سر به معنای راز. عرفا bunu bir tərifliyə ki, bir dənə lətifə ruhani və mənəvidir ki, ürəklərdə qoyulur. Bu mənayı sır. Mevlana bu sirrin barəsində sonradan da danışır. Hətta bu hekayətin axırlarında da danışır. Bəzi yerdə də deyir ki, biz çox danışamırıq, falan ki, bizim dodaqlarımızı bağlayıb və bizə deyirlər ki, siz o sirləri aşmayacaqsınız. Bəzi yerdə həmlə edirlər, Hafız o Mevlana kimi Həllaca ki, bunun haqqı yoxdur. O sirrilər ki, qoyulmuşdur bunun ixtiyarına, o aşsın. Qoftan yar kəzun gəş, sər dağ bulən, görməşin buyur ki, əsrar o beyan کرد. O sırrları açırdı, o oyun gəldi onun başına və o haqqı idi ki, o gəlsin onun başına. Fihi mafihdə bir dənə cümlə gəlibdir Mevlana'dan, yazır ki, sər an است که در او سری باشد. Hər başa da biz baş demirik. Biz o başa baş deyirik ki, onun içində bir sir olsun. Beyni sər və sir də Mevlana burada oynayırdı. Əgər nə hezar sər be puli nə yersən. Puli yəni bir heç. Əgər sərdə sir olmasa, bu heç da dəyməz. Və bunun dəyəri yoxdur. Hafizdə də var. Gofti ze sirri əhd-i əzəl یک سخن بگو آنگه بگویمت که دو پیمانه درکشم. که حافظ معروف غزلlərindən
Bu بیتی که من اخدم سزرلی گفتی گرچه میدانم سرت رود هم پیدا کنش بر ظاهرت، همان آیه که من اونا اشاره دارم. چون برآورد از میان جان خروش، اندر آمد بحر بخشایش به جوش. وقتی که bu ürəkdən bir dənə nəhri çəkdi, bir bağırdı در واقع. Allah'ın o دریای بخشش جوشا geldi و istədi ki bu şaha kömək eləsin. Risale-i Quşeyridə ki, bir dənə məruf bizim irfan-ı nəzəridə məruf kitablardandır. Orada bir dənə cümlə gəlibdi. Gene bu da cüzü o rivayət-های عارفانه. deyir ki إن الله لا يستجيب دعاء عبد من قلب لاهن. قلب لاهن یعنی o ürəkdir ki məşğuldur, o ürəkdir ki hər yerə verilməli, o ürəkdir ki xali bir vaxtı yoxdur, hər yerdə məşğuldur. O risalədə belə gəlibdir, o ürəyi ki lahin olsa, ləhv به معنای مشغول olsa, ondan çətin duayı isticabət olunacaq. Pəs برای اینکه o ürək eləyə bilsin, müttəsil olsun, حتما جای onu boşaltmalıdır, onu xali eləməlidir və müstəqim ona vəsb olmalıdır. تا نگرید طفلک حلوا فروش، دیگه بخشایش نمی آید به جوش. Məsnəvdə ayrı yerdə bu işlənibdir ki, bir dənə ayrı hekayətlər ki, bir dənə ariflərin birisi dəstur verir ki, gəlsinlər, bir dənə uşaq var idi, həlva furuşudur. Bunun tamam həlvasını alır, pul olur versin bana. O birisi ariflər gəldi, yox, məsələn, bir dənə uşağa boşluq alıbsan filan. O uşaq bizlərlə ağlayır, deyir ki, bəli, mən müntəzir edim, o uşaq bizlərlə ağlasın, onun ağlamağa şeycəm üstə və dəryai bəxşiş və kəramət açılacaqdır və açılır da. Görürsən ki, bir dənə sultani enami edir o həlqəyə ariflərə və yetişir və o uşağın در واقع pulunu verir. Əgər iştibar eləməsən, o Həsən Xərəqaninin barəsində onu deyir. تا نگرید طفلک حلوا فروش، دیگه بخشایش نمی آید به جوش. در میان گریه خوابش در بود، دید در خواب که پیری رو نمود. Burada gələn iki dənə bizim müştə olmalıdır. Bu iki müştənin barəsində bir müddət danışmalıyıq. Biri yuxudur, biri də ki pirdir də kəlməsini Mevlana gətiribdir. Usulən bizim ürəfalarımız muhtəqiddir ki, yuxu bir dənə cüz'i az nübüvvətdir. Əgər nübüvvəti siz 40 parça bilsəz, bunun bir parçası yuxu görməkdir. Bu bir dənə rivayətdir ki, nəql olunur. Hətta İxvan-ı Səfa da asarlarında gətiriblər. Rüya əs-sadiqət və cüz'un min əcza'i nübüvvə. Rüyaهای صادقه bir جزئی از اجزاء نبوت. یعنی yuxuda اتصال انجام داده bilər. Yuxuda ilhamat انجام داده bilər. Bu bunların sözləri olur. Rağib İsfahani də Muhazirət kitabında gətirir ki, قال النبي رؤيا المؤمن جزء من 46 جزءا من النبوة. Peyğəmbərdən rivayəti nəql olunur ki, müminin rüyası bir əgər nübüvvəti 46 ikiyə, parçaya bölsə, bir dənə cüz'ü bunun yuxusu və rüyası. Rivayət ondan nəql olunur. Hətta Rəvanşinasi cədiddə Freudun asarına baxsaq, Jung'un asarına baxsaq, orada da görürük ki, və hər hal yuxu amil edənə kəşf həqiqətdir. Vaxtı ki, Freud gəlirdi, yuxladırdı, bir surət hipnotizm əfradı aparırdı, keçmişlərinə, güzəştələri buna gətirirdi üzlərinə. Freud asarında gətirir ki, bir dənə uşağı gətirirlər, cavanı gətirirlər bunun yanına. Cavan təzə izdivac eləmişdi. Bir dənə xanımı ilə heç vaxt yaxınlaşamırdı. Gətirirlər Freud bunu dərman eləsin. Freud bunu yuxladır, yuxuda aparır, bunun keçmiş xatirələrini deyir, gətirir,
müşəxəs olursa, bunun bir dənə analığı var idi. Bu analığı göz bir analığı idi. Bunu həmişə aparardı, bu uşaqlıqda kötəklər bilirdi, döyərdi. Şansıdan da bu xanımın göz olur. Bunun bu gözlüğü, bu ahəmlikdə bir dənə təqarun mənayı yaradır və در nəticə bu eləyənmir ki, o xanımına yaxına getsin. Və bunu Freud denir, fenoid dərman edir. Pəs yuxu babətində biz eləyə bilərik, çoxlu danışaq, amma pir. Mevlana'nın Məsnəvidə pir babətində bir xas bir etiqadları var. Mən hamısını aşmayacağım. Bəli, icazə istəyəcəm sizdən ki, bir iki dənəsini ələn işarə edin. Əvvələn Mevlana muhtəqiddir ki, bu aləm yaranmamışdan qabaq Allahın yanında bir para şəxsiyyətlər ilarıdırlar ki, biz onların adına pir deyirik. Allahın yanında durmuşdular. Və Allah bunlara güvənirdi, bunlarla söhbət edirdi, bunlarla danışırdı. Bu şاید o عقیده رایجی که وارد خلقت عالم بارسندنده اونم bir مقدار شاید تعارض olsun. Orada deyir ki دفتر صوفی سواد و حرف نیست جز دل اسپید همچون برف نیست زاد دانشمند آثار قلم زاد صوفی چیست آثار قدم بدن danışmandla arif müqayisə edəndə deyir ki danışmand hər yerə qələmlə çatır عارف هر yerə qədəmdən çatır. Bunlar fərq edirlər. چندگاهش گام آهو در خور است بعد از آنش بوی آهو رهبر است چون که شکر گام کرد و رهبری لاجرم زان گام در کامی رسید آنچه تو در آینه بینی عیان پیر اندر خشت بیند بیش از آن پیر ایشانند چین عالم نبود جان ایشان بود در دریای جود O şeyi ki, sən aynada görə bilərsən, pir onu bir dənə palçıqda görərdir. O şeyi ki, sən şəffaf o roşən bir tabloda görə bilirsən, pir eləyə bilir, onu divarın dalısında görürsən. Yəni, o bir para şeyləri əl tapmışsa, sən əl tapamırsan. مشورت میرفت در ایجاد خلق جانشان از بحر قدرت تا به حلق چون ملائک مانع آن میشدن بر ملائک خفی خنبک میزدن. دی بله bir növ məşvərət getdi bunların arasında, bir şovi oldu ki, biz istəyirik ki, bir insanı yaradaq, bir bəşəri yaradaq ki, enni cailun fil ərzi xəlifətən, bu sözlər ki, üstdə, deyib, bəli, firiştələr gəldilər, güldülər, deyilər, bu nə mövcuddur ki, gələcəkdir, ərsi-i xakiyə, yəsbi kod bema, yoxsədu fil ərz, bu işləri görəcəkdir. Deyir, o pirlər başladılar, güldülər bunlara. Məşvərət mirəf در ایجاد خلق جانشان از بحر قدرت تا به حل چون ملائک مانع آن میشدن بر ملائک خفیه خنبک میزدن. خفیه خنبک میزدن یعنی gizlincə bunlara gülürdülər. Puzxən, rişxən mənası. Bu bir dənə caygahdır ki, Mevlana verir. Bu həman انوار قدسیت که افانده تعبیر و اندیشه های سهروردده که o səthdə Allahın yanında bunların huzurları vardır. Və bir səthdə də ki, bizim irfanımızda vardır ki, qətin rəhbi həmrəhi xezr məkun, zulümat است, betərsə az xətər qolları. Hətmən bir nəfər sənin əlindən tutmalıdır. Sən əgər əlindən səni tutmasa və sən özün təhd dərbəşdən, sən bir yerə çatmayacaqsan. پیر را بگزین که بی پیر این سفر هست بس پر آفت و خوف و خطر اندر این ره ترک کن تا قطرم تا قلاووزت نجنبت و مجن قلاووز یعنی جوشو بیشلمدیده یعنی پیشرو رهبر o ki səni qabaqda çəkib aparır bu əgər dərbəşmir və səni aparmıyorsan sən yenidən dərbəşmir o deyildir rahhay mənəvinin getməsi çox çətinlər az rahhay zəminidir bir adresə gedirik 2 dəfə görürsən 3 dəfə görürsən adam iştibah salır ki verəsət bir rahhay mənəvi ki hər ləhsə orada azmaq vardır ona görə bu da bir dənə təbirdir ki Mevlana pirdən işlədir. Bir dənə də təbiri budur ki, bəli, deyil, mən sizin əlbəttə istəyirəm zehninizi açam, siz
size bir miktar burada aydınlaştıramışım. Pir o değil ki sinni geçmiş ola, bunun səkkəli olsun məsələn, bir ömrü geçmiş ola, bu cür değil. Bu nadir əqliyyatdan məsələdir ki, pir əql آمد نی آن موی سپید یا نه آن موی سپید. Bunlar şayet o Mevlana'nın cüz o puxtegi əfkarındandır ki, axırlarda da واقع bunlara çatır ki, مو نمی گنجد در این بحث امین. اصلا burada pür söhbəti deyil, burada axsaqqal, gərəsaqqal söhbəti deyil burada. Burada pir به معنای عقلdir. عقلdən sən nə qədər bəhrə apara bilsən, Mevlana deyir ki, burada sən xəta eləməyəcəksən. Bu da bir dənə o Mevlana'nın təbirlərindən. Hər halda در میان گریه خوابش در رو بود. ağlayan halətdə bunu yuxa aparır. Yuxuda bu görür ki, bir piri buna üzüşər. گفت ای شه مژده حاجاتت رواست گر غریبی آیدت فردا ز ماست. من sənə bir dənə müjdə gətirmişəm. O pir buna deyir. Sabah bizim tərəfimizdən bir kəs gələcək sənin tərəfinə. Əgər o gəlsə, bilginən ki, o bizlərdəndir. معمولی bir insan değil. Qərib معنای بیگانه، بیار، بیاور bu معنیه. Bir tane de rivayet نقل olubdur da ki بَدَعَ الْإِسْلَامُ قَرِيبًا وَسَيَعُودُ كَمَا بَدَعَ. İslam qərib mütəvəllid oldu və qərib də ömrünü keçirəcəkdir. Bu rivayətlə nəql olubdur. چون که آید او حکیم حاذق است صادقش دان کو امین و صادق است. O şəxsi ki gələcəkdir bizim tərəfimizdən çox mahir bir həkimdir. Hazır bir mənayı mahir. Sən onu düz tanıyacaqsın. Onun barəsində ayrı cür əslən fikirləşməliyəm. Sadır kəlməsini Mevlana dəftər şişimdə də işlədir. O yerdə ki bir şəxs var idi ki məşuğunu axtarırdı və çox nəzr edirdi ki mən Allah istəyirəm bu məşuğumu tapam. Nəhayətən bir yerdə görür bu məşuğuna qərarlaşır deyəcəkilən yerə. Bunu hətta eşidirsiniz. Mərd qurban کرد و نانها بخش کرد چون پدید آمد مشک از زیر گرد. بعد نصف اللیل آمد یار او صادق الوعدانه آن دلدار عاشق خود را فتاده خفته دید اندکی از آستین او درید گردگان چند کندر گیر کرد که تو طفلی گیر این میواز نه. Bu aşık sər qərarda gəlir, müntəzir olur və müntəzir məşuq olur və yatır orada, yatan kimi məşuq geçir, baxır, baba, bu nə qərarı, bu nə intizarı, burada yuxuluyub əslən, mənim fikrimdə deyil. Arancana onun paltarının bir kişəsini yırtır, orada bir miktar cirdəkən ötürür və çıxır gedir. Deyir ki, to tefli, girin mibaz nəqd. Sən hələ bundan oynayacaqsan. چون سحر از خواب عاشق برجهید گردکان و آن آستین و آن گردکانها را بدید گفت شاه ما همه صدق و وفاست. burada da hikayet şunur da bizim o صدق و وفا گفت شاه ما همه صدق و وفاست آنچه بر ما میرسد آن هم ز ماست گردکان ما در این مطحن شکست هر چه گوییم از غم خود اندک است. biz vəfayəm mədğuna, o vəfadarana cəndqabana. Ona görə burada bu təbiri işlədir. Əgər o həkim gəlsə sizin üstünüzə bilginən ki, bu sadiq bir şəxsidir. در علاجش سحر مطلق را ببین در مزاجش قدرت حق را ببین. علاج işarə elədir به معنای معالجه. سحر də ya həmin kəlmə magic ki, qərblər istifadə edirlər bundan. Sehr bir dənə ərəbi kəlmədir. به معنای dəyişiklik, تغییر و دگرگونی mənası budur. Əlbəttə onun müxtəlif mənalarını nəql edirlər və bir para
متفکرler معتقد بودند که بین استدراج و کرامت و معجزه gerek farqlən qailələr. O bu da ki, mucizə məxsusdur peyğəmbərlər üçün, kəramət məxsusdur evliyay Xudavəndi üçün, istidracın içində sehr yerləşir və əlbəttə özünə görə bir qudrəti vardır, cüz ulum qəribədir. Əfradı ki, mümin dəllər eləyə bilirlər ki, bir par ənasır aləmi təsxir eləsinlər və bunlarda nüfuz eləsinlər. چون رسیدن وعدگاه و روز شد آفتاب از شرق اخترسوز شد. وقتی که بله سر قرارای آفتاب از شرق اخترسوز شد، اخترسوز همون اخترسوزاننده است، صفت فاعلی مرکب مرخمه. اصطلاح نجومی دیشه ابو ریحان آثار ران و جتر اله نظره بلا جلل شد جون بی حالتیت شرکی او سیاره های زهره و مریخ و مشترک 20 درصد جلل جونن قرار تابو چون موقع حرارت اونشون اونا رو باطرش و bu اصطلاح adına deyirlər əncamsuz ya əxtərsuz gün o caygahı yetişir və o birisi ستارələr قدرت ظهور و مانا tapanmırlar. آفتاب از شرق اخترسوز شد یعنی وقتی که gün çıxdı tamam ulduzları məhv elədi və bir şey qalmadı. بود اندر منظره شه منتظر o منظره یعنی جای نظرده oradan ki baxırlar. بود اندر منظره شه منتظر تا ببیند آنچه بنمودند سر. Baxa görə ki nə tifaq düşür o razışı buna demişlər burada gördüyünü görsədə demişdi bizim tərəfimizdən bir şəxsi gələcək sən bu kənizəki dərman edəcək bir şəxsi fazili purmayey آفتابی در میان سایه‌ای. Bu paradoksikal təbirlərə baxımda necə ola bilər ki gün kölgənin arasında gələr belə bir şəxsiydi gəldi. Bəzi məsələnin şarihləri من جمله استعلامی و bunlar قضیه çox sadə baxırlar. Deyil, elə bir nəzərə biləcək ki, o şəxs o qədər, o pirin o qədər tükü məsələn çoxudur. Gərə bunun tükləri vardır ki, eyni kölgəsi midir? Bunun üzü də gün kimi işıqlayacaq. Bu nəzərə çox oturmur ki, bu söz düz ola bilər. Amma hər halda mənzili bu ola bilər ki, آفتاب در میان سایه‌ای و آفتابdan bu şəxsiyyət به صورت ruhani gəlir, به صورت mənəvi gəlir və bunun bədəni kullən bunun kölgəsi olur. Yəni ruh به منزله دیگه gün kimi gəlir, bədəni bunun kölgəsi də özü ilə çəkir və gətirir. Bu istilah əlbəttə bir para bizim ariflərin əndişələrində də gəlir. فاضلی پرمایه‌ای یعنی معمولی bir insan derdi, insan kemmایه و بیمایه derdi. اصلی دی، نجیبی دی، دارای اصل و نسب دی، bir bir şəxsi gəldi. میرسید از دور مانند هلال نیست بود و هست بر شکل خیال. و burada مولانا برای آنچه وصف eləsin ki o pir nə cür gəlir o istilahat xاصی که مخصوص özüdür ki həmişə مولانا məsnəvidə müxtəlif ondan istifadə edir. Burada da onu işlədi. Uzaqdan gəlirdi, eyni ay kimi, eyni helal kimi gəlirdi. Yoxdur, amma vardı, eyni xiyal kimi gəlirdi. Bu təsvir işlədir. Nist budur, həst bər şəkli xiyal. Bu təbirləri məsnəvidə biz çox görürük. Məsələn, bir yerdə deyir ki, hər kəbutər میپرد زی جانبی این kəbutər canibی bir canibi. Hər quş bir tərəfə uçur, amma bizim quşumuz bir səmti uçur. Burada da o cür bir təbir işləndir. Kələmə-i helal da ki, Quranda da gəlirdir. Yəsəlunəkə ənil əhillə qolhiyə məvaqitu lennaz vəlhəc. Peyğəmbərdən soruşulur şəcər hilalın barəsində səndən soruşsalar, sən bunlara denən ki, fəqət o hilal təyin vaxt üçündür və sizin üçündür. Kələmə-i xiyal da burada bir dənə mühim bir kələmədir. Moğlana bunun üstündə çox işləyir. O bizi əbiyyatda da onu gətirir ki, نیستوش باشد خیالم در روان تو جهانی بر خیالی بی‌جوان. Bu da teori icat edir. Yəni nəzərə belə gəlir ki, yəni Moğlana belə düşünür ki,
کل عالم هر نمنوار این لبن خیال شده نظر از خیال دا تصور ediyorlar ki mesela bir tane parandeyi tasavvur ediyor ki 40 tane onun kanatı var. Bir tane heyvani tasavvur ediyor ki bunun 50 tane ayağı var. Bu kudret-i xiyalda tartışabilir. Siz o roman Don Quixote oxusaq əsər Cervantes görərsiniz ki, əslən fondasyon bu roman bər əsas qudret-i təxəyyül. Burada o qədər təxəyyül vardır ki, o qəhrəman yine orada atın üstünə ya əsgərin üstünə ve cəng با modernitədir. Təxəyyülündə istəyir ki, modernitəni bir dənə ağacla, bir dənə çumaqla inləsin, aradan görsün. Burada qudret در واقع خیالdır. مولانا دستگیرش نیست بش باشد خیال اندر روان بله روحدا و جاندا خیال درش یخته ولی عالم سن خیال من جوشن بر خیالی صلحشان و جنگشان و از خیالی فخرشان و ننگشان عالمler bu ittifaklar düşür bunlar umumen bər əsas xiyal ittifaklar düşür bər xiyali صلحشان و جنگشان و از خیالی فخرشان و ننگشان آن خیالاتی که دام اولیاست عکس محرویان بستان ولی بی من size neler diyeceğim bu خیال محموده değil اولیای خداونده وقتی düşürlər xiyalın tələsinə və xiyalın toruna burada bilin ki bunlar bir para şeyler şikar edəcəklər محرویان بستان خدانı bunlar şikar edəcəklər آن خیالی که شهن در خواب دید در رخ مهمان همی آمد پدید o خیالی که görmüştü yuxuda, gördü vəlida bir qonaq gəldi buna. Şəhv cay haciban ta piş rəft, piş an mehman qeyb xiş rəft. Ta piş rəft, yəni özü çıxdı bunun qarşısına, özü bundan istiqbal elədi. Ta piş rəft, özü çıxdı bunun. Hər dö bəhri aşina amuxte, bunun ikisi də dəryada üzən idilər. Bundan ikisi də dəryanəvərd idi, aşina amuxte, üzmək bilirdiler. Her dö can biduxtan berdوخته bu hünərləri vardılar ki, bunlar iğnəsiz bir şey tiksinlər. Bu yetişir buna گفت منشوقم تو بودستی نهان لیک کار از کار خیزد در جان. Bəli, mən orada da gene yol əvəz getmişdim. Mən məsələn mənzulum kənizətlər ki, mən səni istəyirdim. Məşuqum sənsən, vəli iş belə gəlsin. Kar az kar خیزد در جان. ای مرا تو مصطفی من چون عمر از برای خدمتت بندم کم bu da Mevlana'dır çünkü Mevlana ahl-i təsənnümdür xulafədən da yadırıyır düzdür məsələn Ömer ta neçə vaxta kimi iman gətirməmişdi vəli o ləhzədən ki iman gətirdi da şəmşirini qoyub və həqiqət İslamın ixtiyarına və Peyğəmbərin ixtiyarına və به خاطر bu ki از نظر روحی و روانی خشن فردی به هر کسان قدرت تحملی خودمونdan danışmağa, xutbə-i şəxşəqiyyədə var da hər kəs bundan görüşən nəzirlərdir. Adamın əli incidir, əlində o qədər zebr ixbarədə adamın əli incidir. Ona görə çoxları bundan hesab aparırlar. Bir xatir o, Peyğəmbərin dövləsinə yaxın düşəndilər. Ey mərə tu Mustafa mən çün Ömər az برای خدمتت بندم کمر من gəlmişəm də sənin yana ey Ömər Peyğəmbərin yanında olan kimi mən də sənin yanında olacağım. Bu hikayətin qalanı ki, inşallah gələn cələsə oxuyacağıq, burada nə cür bu padişah, bu pirlə bərxurd edir ki, bu pirə nə cür bu ədəb gəlsə ortalığa və nə cür buna ehtiram qoysun, bunu به یاد بی ادبی های عارفانه salıb طول tarixdə. İsa'nın başına nə on gəlir, Musa'nın başına nə onlar gəlir. Bunlar nə cür buna bi ədəblər edirlər. İnşallah ki, biz bunu gələn cələsə sizinlə oxuyacağıq. Əssalamu aleykum və rəhmətullah. Müntəzirəm ki, 5-10 dəqiqə sizin sualatınızı bu zəminədə eşidən. Biz faqat çün 6-ya büyük qalan Ali Babizadə ilə bir yerə girdik. 10 dəqiqə eşinin sizdən mənə sualınız olsa, tozihiniz olsa biz hazır ki, eşidən. Birlikdə. O kəlməş budur, məscid, farsıdan yani kəlmədə Məzket. Məzket. O məzket özü də həman mühəndisliklər mənasındədir, ibadətlər mənasındədir. Həlilə bir növ ağaçdır.
onun yarpaqlarından və meyvəsindən istifadə edirlər ki, bədəndə yumuşaqın qabağını alsın, qarnı və rüddələr rəvan eləsin ki, rahat şəxs eşidir. Az həlilə qəbz şud. Həlilə ki, bəxsiyara dairdir, qəbz elədir. İslam bunu istəyənləri, onu oxuyur. Mən bilmirəm. İstəyən gələn olar. Halileciye görürsünüz. Çünkü davruhay cihazı. Piri özün görsəkdə, o murşid işvarədə özün görsəkdə. Piri ru nemud, yəni gəldi qabağa özün görsəkdə. Bu ki, qonaqlar gəldi. دید در خوابی که دید در خوابی که پیری رو نمود burada iyi رو نمود yəni burada özünü görsətdi bir dənə pir özünü görsətdi buna yuxuda iştibar təsir edir پیر اقلامه نه آن مویسه bunu ben hemşe bir okumuşam ki pir eqlame ne an mumisi mumini göreceklerini vəfdə olmuş. Pir eql okumuşam, onu da ondan Mevlana'nın da öz əqidəsinə biz təqribən yoxmuşum ki, həmişə əqli məlum bilgiləri öyle bir pir eql. Nə, o düzdər, o düz oxumaq dəyir. Məsələn, mənisi yox. Pir əql olmaz, nə an mumisi bir düzdər. Pir virgül bulmalıdır. Pir əql olmaz, nə an mumisi bir. Pirdən bizim təsəvvürümüz buydu ki, bir qoca bir şəxs olsun, başgözü ağarsın, Mevlana deyir, o deyil, mənzurum əql. Həqiqətən Mevlana bəzi yerlərdə əqlə həmlə edir. Mevlana usulən əqlidən və əql müntəqdir. Və burada da mənzur əqlidən əqlidir. O əqlidir ki, eşqinə üzbəüz durmur. Bir əqli var, eşqinə üzbəüz durur. Ki, Mevlana ona həmlə gəlir. Bir əqli var ki, ondan üzbəüz deyil. O həman əqlidir. Burada nəzəri Mevlana olmur. Mən bir isimdən də adı edirlər ki, məsələn, pir-pirə əql başa. Eyni səhv. Nəsə pir-pirə Orada o düzdür. Pir-pirə əql. Pir-pirə əql. Yəni piri ki, az nəzər əqli bir məqam-ı piri rəsidir. Yəni əqli çox deyil ya. Mənzurum. Orada, o ikinci beyti ki olur. Bu beyti də özürdə. Xoş, salavatla mütaraqdır. Sağ olasın. Mm-hmm.